Hə, köynələr. Köynələri deyəndə artıq görürsüz də, xaricdən gələn də onlar da bu cür reaksiya verirlər. Onlar da artıq xoşlayırlar bu sözü. İndi gəlin keçim əsas məsələyə. Hamınız bilirsiniz ki, mənim Facebookda böyük bir qrupam var. Harda ki mən administratoram. Həmən qrupda siz özünüz, yəni hər bir kafe, restoran haqqında öz fikirlərinizi, öz rəylərinizi bildirə bilərsiniz. Həmən o qrupda bax bu gözəl bir cütlük Ukraynadan gəlib bizim Azərbaycanımıza. Artıq neçə illərdir Azərbaycanda çalışırlar, işləyirlər. Burada biznes açıblar, ölkəmizə səhmayə yatızdırıblar. Belə halları dəstəkləyirəm. Özümə borc bilirəm bunu dəstəkləməyi. Bunlar bizim qrupda bir müsabiqə elan etmişdilər. Müsabiqənin şərtləri həmən o qrupda dəqiq yazılıb. Siz də üzv olun, siz də bilin. Axır ki, o şərtləri yerinə yetirərək, bax bu cür gözəl bir məhsulun mən sahibi oldum, qalib gəldim. Onu da bildirmək istəyirəm ki, kim bilmir, bu bir quru ətlərdir. Pivə ilə, həm şərabla, həmçində sadəcə siz ac olan zamanı, haçan ki yolda acıdınızsa, bütün supermarketlər şəbəkəsindən siz bunu əldə edə bilərsiniz. Qiyməti də baxadır. Tam təhlükəsizdir. Tərkibində heç bir kimyəvi maddə yoxdur. Nitrit duzları çox az bir miqdardadır. Hər uşaqlarıma da bunu təqdim edirəm. Çox böyük həvəslə yeyirlər. Sözü gedən məhsul bax bunlardır. İnanın mənə, ümumiyyətlə ya kim ki bax hərdən xoşlayır, oturub axşam vaxtı futbola baxsın, pivə içə-içə ya. Əsl bax onun malıdır. Bəzilərini alırsınız, çox duzlu olur, heç yemək olmur. Bu tam başqa bir məsələdir. Yəni yeyin, görəcəksiniz ki, yaxşı gedir.